Salam, yeni güne yeni blokla başladık. İndi başlayıram kuxnadan. Saat deyimdə neçədir? Bir dəqiqə üzürlü sayın saatı deyəcəm sizə. Saat 10-18'dir, yəni 11 işləyir, 18 dəqiqə. Əslində mən tezdən durmuşam və Zeynəb aparmışam, məktəbə gətirmişəm. Yox, gətirməmişəm, çox üzürlü sayın. Aparmışam və bayaqdan heç bir iş görə bilmirəm və gözlərim ki, ev əhli, yəni böyük qızımla qaynanam da ayılsın, başlayım kuxnanın işinə. Dakika turuk olur deyə ona görə. Hadi başladık. Buna bakın. Böyle necə küflənir. 2 gün diye aldı da. 2 litre almışım. Belki 2 kaçka almışım. Küflənir. Çünkü bu lavaşlar çok geçen lavaştı. Gerçekten de çok geçen lavaşı. O da ne için? Beşek deyirəm. Ona göre ki bu lavaşların şeyleri var. Mayasızdır. Görsünüz. Kapağıma tökülüp alıp buna heyfim gelir. Bunu bu formada saklayıram. Saklayıram. Burada yapmam için de ev yok. Bu D vitaminizdir. Səhər-səhər bunu çörəyə üstünə sprey halındadır. Çörəyə belə ıskırdırılır, yəni sprey halındadır və yeyirik. Əslində bunu birbaşa ağız yoluna, yəni boğaz yoluna vurmalısın. Biz ona bilmirik. Çünki bu da bilmirik. Çox yağı olduğu üçün bu da bilmirik təbii ki. Bu qoyaqdıra. Və buranındır. Akşamlar bunu uşaqlar oturaliyi çəkirlər. Biri planşetini, biri telefonunu, biri nə bilim nəyin qoyur zaryatkaya və indi də yığırıq. Çünki axşam o qədər beyin yüklənir, yorğun olacaq. Bunu əyib, başıma əyib bunu götürə bilmirəm.
Yağmur. Bu karandaşlar zaten obra otaqda qala bilməz. Bu karandaşlar falan. Obra otaqda qala bilməz. Gərək orada qalsın. Onlar nasıl? Son boşaltmaq istəyirəm. Ayda. Bu duz tökürək, duz tökür. Bu yaxşı tökmürsünüz. Çox fırladırsınız. Bilmirəm nədir. Deməli qızlar, bu mebellər 2013-cü ildə təzə ailə quran vaxtında cehizliyimdə aldığım mebellərdir. Sadəcə olaraq belə deyim, mebellər çox möhkəm mebellərdir. Stolu onun qonaq otağının da dəstinə almışdım. Yəni stolunu 4 dənə kişi gərək bunu qaldırsın, aparsın hansı tərəfə, evin hansı, otağın hansısa bir səmtinə qoysun. Çox ağırdır. Yəni qadın olaraq gücümüz çatmaz bunun stoluna, yəni bu mebelin dəstinin stoluna. Sadəcə olaraq biz köçdük və gələndə bu evimizə köçəndən sonra bu dəfələrlə açıldı, düzəldi, təzədən quraşdırıldı, təzədən yenə açıldı, təzədən yenə quraşdırıldı. Deyəcəksiniz, niyə bu qədər açıldı? Bir köçəndə açıldı, quraşdırıldı. Ev remont olunanda təzədən yenə bu mebellər bir də söküldü və bir də təzədən yığıldı. Yəni dəfələrlə açıldı, yığıldı, düzəldi, quraşdırıldı. Yəni uje mebel roydan çıxdı da, belə deyək. Əvvəlki möhkəmliyini məhv elədi də. Çünki istərsəmiz mebeli hər dəfə yəni açıb bağladıqca həmin şurupların yerləridir və yaxud da ki özünün möhkəmliyidir, nə qədər açılıb bağlanar. Nəysə, indi fikrimiz var ki, üzümüzə gələn illərdə, yəni ya aylarda ola bilər mebellərimizi dəyişə bilərik, amma bir forma ilə dəyişəcəyik ki, uşaqların otağını öz otağımıza, özümüzdə uşaqların otağına dəyişəcəyik otaqları, yəni yerləşəcəyik. Çünki nə üçün? Uşaqların otağında 2 qırvat, bir şifonyer, bir termo, bir də balaca stol var. Yəni yazı stolu kimi adi bir stol qoymuşam. Bu da uşaqlara kifayət eləmir. Uşaqların çoxsu gəlir zalda, yəni dərsini eləyir, çox vaxt biri otaqda eləyirsə, biri bu tərəfdə eləyir. Yəni alınmır da, mümkün deyil. Mən də deyirəm ki, bizim otaq iri olduğu üçün, yəni detskidən iri olduğu üçün otaqlar dəyişir. Biz zaten dərs eləmirik, falan eləmirik. Yəni ikimizə, yoldaşımla mənə o otaq bəs eləyir. Bir qırvat, bir şifonyer, bir termo bizə bəs eləyir, yer tutur. Yəni o qədər də kiçik otaq deyil, amma uşaqlara yetərli deyil. Gələcəkdə inşallah belə bir planımız var ki, uşaqlar öz otağımıza keçirərkən mebelləri keçəcək zaten və o mebellərə uyğun həmin rəngdə yazı stolları, zaten termosu var uşaqların. Bir də hündür bir komodlar olur, sirtməli belə hündür komodlar. Onlardan istəyirəm. Qız uşaqlarda əlverişli bir şey olsun otaqlarında əlavə. Bir də həmin o yazı stolunda iri bir yazı stolu eləyəcəm, şkaflı gözlü, rahat şəkildə əl altında ruçkalarıdır, bloknotlarıdır, rahat olsun deyə. Bir də bunların kitab rəfləri yoxdur deyə şifonerlərində bir gözü, yəni bir qapılı gözü rəflərinə ayırmışam. Rəflərinə deyirəm, bu kitab yeri ayırmışam, kitab dəftər yeri. İnşallah otağını dəyişəndən sonra otaqlarımızı bunları düşünürəm. İnşallah sizcə də necə olar? Yəqin ki, yaxşı olar, yaxşı fikirdəyik.
Allahın köməkliyi ilə təbii ki, bir də bir xanım yazmışdı mənə, izləyicim, deyir, hər sözündə Allahın köməkliyi, Allahın gücü, da yoruldum o sözdə. Niyə yorulursunuz ki? Mən burada pis söz demirəm və yaxud da kiminsə təhqir eləmirəm, kiminsə incitmirəm, kiminsə qəlbini qırmıram, yersiz danışmıram. Allahın həmişə mən ümumiyyətlə hər bir iş görəndə Allahın adını çəkirəm və işimə başlayıram. Ya Allah, bismillah eləyirəm, işimə başlayıram və hər dəfəsində də özümə olan bir istəklərimi, ailəmə olan bir istəklərimi inşallah Allahın köməkliyi ilə, Allahın izni ilə deyirəm. Yəni bu müsəlmanların dilində olmalıdır. Yəni əgər siz yəni xoşunuz gəlmirsə, mənim danışıq tərzimdən və yaxud da sevmirsinizsə baxmaya bilərsiniz. Bu mənim videomdur, bu mənim kanalımdır, bu mənim vlogumdur və mən burada, yəni bunun sahibkarı mənəm. Mən burada yəni istədiyim formada danışa bilərəm. Təbii ki, sərhədi saxlamaq şərti ilə danışıram. Çünki nə xoşa gəlməz tərbiyəsizliklər eləmirəm. Sadəcə olaraq, yəni əgər xoşunuz gəlmirsə, yəni sizi nə məcbur edir? Sizi kim tutur ki, baxmayın, izləməyin. Deməli, nəsə marağınızı çəkir ki, baxırsınız. Nəsə xoşa gələn bir şey var ki, baxırsınız. Yəni sizi məcbur edən heç bir şey yoxdur, heç bir insan yoxdur. Yəni siz öz xoşluğunuzu açıb baxırsınız və məni dinləyirsə, iradınızı bildirirsinizsə, yəni bu mənə xoşdur. Ki necə xoşdur? Yəni baxılır və kimə xoşdur, kimə nə bəzi iradlar var ki, məsəl üçün tutalım, deyilir ki, məsələn, burada başqa şey olunsaydı daha yaxşı olardı. Mən onları nəzərə alıram, pis də qəbul eləmirəm. Amma bir də var ki, əgər mənim sözlərim sizə xoş gəlmirsə, baxmayın, kim sizi məcbur eləyir, heç kəs sizi məcbur eləmir və sizinlə söhbət eləyə-eləyə bir çox işlərimi gördüm və əgər axıra qədər izləmisinizsə və bura qədər izləmisinizsə, çox təşəkkür edirəm hamınıza. Like atan əlləriniz var olsun, abunə olan əlləriniz var olsun, canınız sağ olsun. Nə yaxşı ki, mənim sizin kimi izləyicilərim var, nə yaxşı ki, bizi sevən izləyicilər var və siz bizim get-gedə, yəni doğmalaşırsınız bizimlə. Yəni sanki öz, yəni ailəmlə söhbət edirəm. Burada sizə, yəni danışdıqca sanki qarşımda əyləşmisiniz, sizinlə söhbət edirəm. Bu mənim üçün çox gözəldir. Hətta canlılarımda belə, canlı açarkən sizin o gözəl sözləriniz var ki, yəni bizi ruhlandırır, həvəsləndirir. Bir like'larda artırsaz, yorumlarda yazsaz, çox sevinərik və hətta bilirəm ki, bir çoxlarınız məni həqiqətən də izləyirsiniz. Yəni faiz dərəcəsi var. Amma abunə olmadığınızı görürəm. Yəni bacınızı sevindirmək üçün bir orada abunəni, abunə olunanı vurarsınız inşallah. Bir də orada nə deyirlər ona, zınqrov deyirlər, kolokonçik deyirlər. Bir də onu vururasınız. Bildiriş xəbərdarlığıdır. Ümumi belə adı. Çox sevindirərsiniz. Yəni bizim videolarımız gəldikcə sizə xəbərdarlıq gələcək və siz rahat şəkildə baxacaqsınız. Bir də axtarmayacaqsınız. Təbii ki, bu abunə, bəzi izləyicilərim də var ki, abunə deyirlər, amma yorum yazıblar və mən ona cavab verə bilməmişəm. Çünki bəzən abunə olmayanda yorumlarınız bildiyimə görə gəlib çıxmır və canlımda yazmışdınız ki, bir-iki canlımda ki, bəs biz SMS yorum yazmışdıq sizə, siz amma cavab verməmisiniz falan filan. Vallahi billahi, əgər SMS gəlsə, yəni yorumunuz gəlsə, mən sizin heç birinizin cavabını yerdə qoymaram. Hamınıza cavab verərəm.
Gözüm yaman pis ağrıyırdı. Neçə gün bundan əvvəl üstünüzə sağlıq olsun. Mən də göz dərmanını axtarıb tapa bilmədim. Əslində gözümün qabağında olan şeyi gözüm belə deyək görmədi. Mənim gözümdə, damarımda, sağ gözümün damarında dartınma var və spazmat deyirlər buna. Görməsi gedib gələndir və bunun üçün dərman var idi, damcı gözüm üçün və bunu həmin zamanlarda tökərkən gözüm çox rahatlaşır və gözümdə görüntü daha çoxalır və spazması biraz azalır deyə. Bunu nə qədər axtardım, tapa bilmədim. Bir dənə həmin yerə baxmadım. Qalan bir şkaflarımın alt hissəsində, bu termonun alt hissəsində artıq olan, yəni vitaminlərdir, dərmanlardır, belə bir şeylər qoymuşam. Ora nə qədər gəzdim və qızımın göz dərmanı da oradaydı, Zeynəbin, amma bu orada değildi. Axır nəysə, Allah canınıza dəyməsin. Buranı təmizləyərkən bu gözümün qabağında çıxdı. Özüm də dəli oldum ki, bəs mən bunu necə görə bilmərəm? Halbuki oradan hər gün ətir vururuq və yaxud da necə deyək, bir çox şeylərdən istifadə edirik. Amma mən bunu yəni görməmişəm. Axır ki onu da tapdım və həmin yerə bir də qoydum. İnşallah bu mənə lazım olanda həmin yerdə yadıma düşər və götürüb istifadə edərəm. Və bunları təmizlədim. Çox zaten təmiz idi. Sadəcə olaraq üstündən bir də keçdim ki, yüngül tozlanmasını aradan götürəm. Və düzgün falan da sildim. Sadəcə olaraq oralarını çəkə bilmədim. Həm qızımın planşetində, həm də telefonumda yaddaşda olduğu üçün bəzi yerlərini çəkə bilmədim. Şifanerin güzgüsüdür, termonun güzgüsüdür və bəzi şkafların üstlərində sildiyim yerləri çəkə bilmədim sizinlə. Bunu da üzürlü sayın. Növbəti təmizlik belə deyək videomuzda bunları da çəkib sizinlə paylaşaram və hansı kontentdə videolar istəyirsinizsə yorumlarda yazın və mən də o kontentə, yəni kontent deyəndə bir çox insanlarımız tam anlamır, yəni pis çıxmasına sözüm çox üzürlü sayın. Sadəcə olaraq yəni nə cür videolar istəyirsiniz, bunu yorumlarda yaza bilərsiniz və mən onu sizin üçün çəkə bilərəm. Biz yeni ildə əslində çox planlamışdıq ki, şəhərə çıxaq falan filan, belə eləyək, elə eləyək, istəyərlər soyuq əllər, isti ürəklər, həmişə mən onun yerini qarışdırıram. Hər nəysə dedik, ora gedərik və bir çox yerlər var idi ki, nəzərdə tutmuşdum ki, onları çəkərəm, sizinlə paylaşaram. Sadəcə olaraq yeni ildən öncə və yeni ildən sonra üstünüzə sağlıq olsun, xəstələndik, düşdü, bu virus bizə də düşdü, ana bala ikimizə. Yəni evdə bir nəfər xəstə olanda heç kəs heç ara gedə bilmədiyi üçün, yəni elə evdə oturduq. Yeni il əvvəli Zeynəb başladı, yeni ildən sonra mən başladım və hamı yəni çölə çıxa bilmədi. Həm də havalar, həmin ərəfələr özünüz gördünüz də necə soyuq idi. Sulu qara qədər belə yağdı, şaxta qalxmışdı ya da şaxta çoxalmışdı, istilik qradusu düşmüşdü aşağı. Yəni mümkün deyildi. Hələ xəstə çölə çıxmaq vəbşi mümkün deyildi. Qarabqalara fikir verməyin. Qutularda belə sərgər şəkildə yığıb həcmi azaltmışam. Yəni termonun üstünə geninə, boluna düzmürəm. Çünki nə üçün? Orqanizerlər istəyirəm, 2-3 mərtəbəli orqanizerlər. Yəni bunlar 3 mərtəbədə belə yığılsın, çoxsu yığılsın, bir tərəfdə qalsın deyə o məqsədə uyğun. Əslində bir dəfə Qarayevdə görmüşdüm. Sadəcə güzgülü falan çox xoşuma gəldi. Sadəcə olaraq gördüm ki, slavıdır, yəni yumşaqdır, möhkəm deyil. Ona görə onu almadım. Qiymət də münasib idi, yaxşı idi, 20 neçə manat idi. Amma xoşum gəlsə də almadım. Çünki bildim ki, bir aydan sonra biz ora ətirdi falandır, nəsə bir şey götürüb qoyduqca oradan o qırılıb düşəcək. Yəni əsas bağlanan yerləri o qədər də güclü deyildi. İndi inşallah bir gün yolum düşsün, yəni vaxt imkanına görə qalmışam belə. Yolum düşsə əgər belə bir yerlərə alacağım 2-3 dənə və sizinlə də masa belə deyək, makyaj vlogu çəkəcəm, videosu çəkəcəm. Onda da baxarsınız inşallah Allahın köməkliyi ilə. Və burada bu qabın içində əlimə nə keçdi, xırda xuruş nə vardısa atırdım onun içinə ki, yerdə yurtda qalmasın, ortada qalmasın, itməsin, batmasın deyə. İndi içindən çıxanlara baxdım və buranı masanı düzəldənə qədər, yəni bir çox şeylər var idi ki, mən onları atdım, yəni sroku keçmiş əl kremlər vardı, qutarmış üz kremlər vardı. Onları da attım, getdi və qurumuş laklar vardı uşaqların. Qoymuşdum o qabın içinə. Onları da attım, getdi. Çünki quruyandan sonra onun nəyini işlə bilik. Nəysə, attım, getdi və bura qədər baxdısa, abunə oldusa çox təşəkkür edirəm. Hələ də abunə deyilsə, abunə olub, like atıb, yorum yazmağı da unutmayın. Sizi çox sevirik. Hələlik.